Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi, 44 günlük haqlı savaşımızın, müharibəmizin iştirakçısı, öz gözəl tək nuru ilə deyil, Quran avazı ilə artıq inamın işığında 100 minlərin könlünü fəth edən Turqut övladımızı, Turqut Alışovu, soyadı birdən yanlış deyərəm, dəvət etmişik. Turqut, xoş gördük, necəsiniz? Təşəkkür edirəm, əziz Seyidin. Mən də ilk öncə sizi və dəyərli izləyicilərimizi, dinləyicilərimizi Allahın salamı ilə salamlayıram və bu gözəl, dəyərli verilişin həm televiziyada, həm də radioda daima belə bərəkətli, uzun ömürlü olmasını uzaqlıqdan diləyirəm və dəvətin üstündə sizə dərin minnətdarlığımı bildirirəm. Allah razı olsun. Daha sizi dəvət etməyib, kimləri dəvət edəcəyik? Azərbaycan İlahiyyat İnstitutunun bazasında sizin kimi milli kadrların vəhdətə, birlik və bərabərliyə xidmət göstərən işıqlı gənclərimizin, o ki qala 44 günlük haqlı savaşımızın iştirakçısı olan Turqutu dəvət etmək, düşünürəm ki, həm də bizim üçün çox vacibdir və bir mənəvi bağlılığa təzahür edir. Niyyət bəllidir. Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, 1-ci və 2-ci Qarabağ müharibəsinin şəhidləri, Xocalı, 20 yanvar, antiterror tədbirləri zamanı öz şəhadətləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmuş aslanlarımızın, şəhidlərimizin ruhları üçün və məxsus olaraq bugün Ulu Öndər Heydər Əliyev və mənəvi dəyərlərimiz mövzusunu seçim etmişik. Əsl haqq sahibi olan Ulu Öndərimiz Heydər Əliyev cənablarının, hörmətli Zərifə xanım Əliyevanın ruhları üçün hədiyyə etməyini təvəqqə edirəm, niyyət etməyini xahiş edirəm. Ya Allah, Bismillah. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا اتقوا الله حق تقاته اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون واعتصموا بحبل الله جميعا ولا تفرقوا واذكروا نعمة الله عليكم إذ كنتم أعداء فألف بين قلوبكم فأصبحتم بنعمته إخوانا وكنتم على شفا حفرة من النار فأنقذكم
أنقذكم منها كذلك يبين الله لكم آياته لعلكم تهتدون ولتكن منكم أمة يدعون إلى الخير ويأمرون بالمعروف وينهون عن المنكر وأولئك هم المفلحون ولا تكونوا كالذين تفرقوا واختلفوا من بعد ما جاءهم البينات وأولئك لهم عذاب عظيم صدق الله ربنا الأعلى اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Salam olsun könüllərin sultanı, axırın və əvvəlin seyyidi, yaradılmışların ən üstünü, ən əşrəflisi, Muhammed Mustafa'ya. Salam olsun müqəddəs cümə günündə onun mübarək, əziz ev xalqına, əhli beytinə. Salam olsun onun əziz və mübarək 4 xəlifəsinə və səhabələrinə. Bir də Allahın sağlıq və salamı olsun müqəddəs şəhid doğmalarının, potensial diri şəhid adlandırdığım Qarabağ qazilərinin və bu an bizi dinləyən və izləyən, bizə dəyər verən bütün dəyərli inamsevərlərin hər birinin üzərinə. Əhsən, təşəkkür edirəm Turqut, var olasan. Allah səsinə, nəfəsinə, elminə güc versin. Əziz inamsevərlər, 104 FM sevilən radioda inam verilişində dinlədiyiniz Quran avazı Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi, eləcə də 44 günlük haqlı savaşımızın, vətən müharibəsinin iştirakçısı, öz gözəl əxlaqı ilə nümunəvi Azərbaycan gənci, işıqlı Azərbaycan gənci Turqut Alışov idi. Turqut, oxuduğun mübarək kəlamların qısa da olsa tərcüməsini söyləyin ki, bilməyənlər də bilsinlər. Oxuduğum ayələr Ali İmran surəsinin 102-ci, 105-ci ayələri idi. Belə ki, Uca Allah buyurur: "Ya eyyuhellezine amenuttaqullaha haqqa tuqatih." Ey iman gətirənlər, Allaha qarşı layiqincə təqvalı olun. "Və la temutunna illa və entum muslimun." Və yalnız müsəlman olduğunuz halda ölün. İslam'a, yəni sıx sarılın. Bəli. "Va'tasimu bihablillahi cemi'an və la teferraqu." Hamınız birliyə gəlib Allahın ipindən möhkəm yapışın və parçalanmayın. "Vəzkuru ni'metallah aleykum iz kuntum a'da'an fa'allafa beyne qulubikum." Allahın sizə olan nemətini yada salın ki, siz
bir-birinizə düşmən idiniz, o isə sizin qəlblərinizi birləşdirdi. فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا Onun neməti sayəsində siz qardaş oldunuz. وَكُنْتُمْ عَلَى شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا Siz o çuxurunun kənarında idiniz. O isə sizi oradan xilas etdi. كَذَٰلِكَ يُبَيِّنُ اللّٰهِ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə doğru yola yönələsiniz. وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ Aranızdan xeyrə çağıran bir toplum olsun. وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ Onlar yaxşı işlərə əmr etsinlər. وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ Və pisliklərdən çəkindirsinlər. وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ Məhz onlar nicat tapanlardılar. وَلَا تَكُونُوا كَالَّذ۪ينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمْ الْبَيِّنَاتِ Açıq dəlillər gəldikdən sonra parçalanan və ixtilafa düşən kəslər kimi olmayın. وَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ Onlar üçün böyük bir əzab vardır. Hörmətli Seydim, icazə versə burada bir məqamı vurğulamaq istəyirəm. Əlbəttə ki, bu gün üçün bu ayələri təsadüfi olaraq seçməmişəm. Oxuduğum ayələrdə Rəbbimiz buyurur ki, Allahın nemətlərindən biri də birliyimizdir, birlikdir. Və bu birliyi biz Azərbaycan xalqı olaraq da daima qorumuşuq və bunun ən bariz nümunəsini mənim də iştirak etdiyim 44 günlük vətən müharibəsində gördük ki, dinindən, məzhəbindən asılı olmayaraq hamı bir oldu, birləşdi və mənfur düşmənə qarşı mübarizə apararaq şanlı zəfərə nail olduq. Və əlbəttə ki, tarixə nəzər saldığımız zaman da görürük ki, bu əldə etdiyimiz güclü birlik təsadüfən meydana çıxmamışdır. Burada ümumi lider Heydər Əliyevin böyük rolu olmuşdur və Heydər Əliyev xalqı bir olmağa daim səslənmişdir və xalqı bir məqsəd ətrafında birləşdirməyi və birlik düşüncəsini xalqımızın arasında möhkəmləndirməyi bacaran tarixi bir şəxsiyyət olmuşdur. Təşəkkür edirəm. Çox mükəmməl bir izah etdiniz. Qısa, az olsa da lakonik, yığıcan və hər bir kəsin anlaya biləcəyi bir dillə ifadə etdiniz. Allah razı olsun. Əziz inamsevərlər, 104 FM sevilən radioda inam verilişini dinləyir və izləyirsiniz. Verilişin aparıcısı və müəllifi mən sizləri dualarında heç zaman unutmayan şəxsşünas Seyid Camal Əzimbəylidir. Quran kəlamlarını isə dinlədiniz. Bu gözəl, mübarək, xoş avazın müəllifi isə Azərbaycan İlahiyyat İnstitutunun ən layiqli tələbələrindən biri olan, eləcə də 44 günlük vətən müharibəsinin iştirakçısı olan Turqut Alışov idi, nurlu və əxlaqlı Azərbaycan gənci. Turqut, təşəkkür edirəm. Var olarsan, inşallah indən belə ardıcıl xanım redaktor təklif edib, İnamın işığında canlı yayımımızda da iştirak edəcəksiniz.